Salam, hörmətli müəllimlər. Hər birinizə xoş gördük. Demək, biz bugün inteqrasiya mövzusu ilə bağlı son vaxtlar belə çox müzakirə mövzusu olan inteqrasiyaya baxacağıq. Amma hələ ki başlayana qədər bir dəqiqə. Yəni ki, qısa yaxın dəqiqələrdə başlayacaq. Hər kəs qoşulsun, ilə başlayaq. Demək, bu səhər biz dərsimizdə oxuyub anlama sual elədik. Yəni dərslərdə adətən eləyirik və dərsimiz hər kəs yığışana qədər bir oxuyub anlama sualı eləsək, həm cəmaət müəllimlər gələnə qədər, yəni hər kəs toplaşana qədər, bir növ ingilislər buna bell work deyir. Dərs başlayana qədər olacaq qısa bir fəaliyyət. Hər kəsi dərsə cəlb etmək üçün. Zəhmət olmasa ekranda gördüyünüz bu oxuyub anlamanı oxuyub anlama sualını eləyək. Cavabları da yaza bilərsiniz. Bu Əli Kərimin səhər etdiyi bunu müəllimlərlə Əli Kərimin şeiridir və bu oxuyub anlama sualıdır. Bizim əməkdaşlar sağ olsunlar, hazırlayıblar. Buyurun, bunu oxuyub eləməyə çalışaq. Başlayaq, hörmətli müəllimlər. Demək, biz bugün, bu demək testin cavabı bəli, D variantıdır. Bu mətn misraların ümumi mahiyyəti həyatımızın hər bir anında gizli olan xoşbəxtliyin, yəni bəzən görmədiyimiz, bəzən başımızın gündəlik həyatımızdakı o qayğılar və s.'nin başımızı belə məşğul etməsi bizim xoşbəxtliyin tez-tez göz ardı edilməsi ilə nəticələnir. Biz bəzən görmüş olmuruq əlimizdə olanların qədrini və yaxud da və s. Bu kimi qayğılar bizi bəzən görməməzliyə gətirir çıxarır. İndi gəldik biz bugün baxacaq dedik inteqrasiyanın inteqrasiya mövzusuna bağlı test faktlarının işlənməsi. Bugün nəyə baxacaq? Demək, son vaxtlar bilirsiniz, yəni bu inteqrasiya ilə bağlı çoxlu suallar gəlir ki, bəs necə olur, nətər olur? Çox təəssüf ki, demək, müəllim, yəni hər kəs bilən də, bilməyən də bu məsələ ilə bağlı bir fikir bildirməyə çalışır. Təbii, bunun daha doğrusu odur ki, işin daha elmi tərəfdən yanaşıb doğrusunu izah eləmək. Bəzən çox absurd izahlar səsləndirilir, soruşulur ki, bəs bu mütləq olmalıdırmı ki, hansısa bir hadisə fənn üstü inteqrasiya olsun və s. kimi absurd yanaşmalar səsləndirilir. Məsələ burası da gəlin birinci, biz bugün nəyə baxacaq? Fənlərarası və fənn üstü inteqrasiyanın fərqlərinə baxacaq. Sınağa, ARTİ-nin sınavına düşmüş sertifikasiya üçün olmuş sınaqda olan suallar niyə fənn üstü yox, fənlər arasıdır, ona baxacaq.
və hansı variantlar fənn üstü olardı, ona baxmış olacaq. Yəni fənn üstü olması üçün nələr olmalı idi, ona baxacaq. Hər fənn üzrə 5 fəndən sınav imtahanı olub və hər 5 fənn üzrə nümunəvi fənn üstü inteqrasiya necə olmalıdır, ona baxacaq. Ümumiyyətlə, nə olsa fənn üstü inteqrasiya kimi qərar verəcək. Hə, bu testin cavabı fənn üstü inteqrasiyadır. Bunlara baxacaq, bunları müzakirə edəcəyik. Sonra suallarınız olarsa verəsiniz və imkan dairəsində cavablandırmağa çalışacağam. Öncə baxaq ki, ümumiyyətlə bu məsələyə bir münasibət bildirək ki, bu fənn üstü inteqrasiyanın bu qədər müzakirəyə səbəb olması nədən qaynaqlanır? Açığı bu, belə deyək də, bunu belə ifadə edək ki, doğru olsun. Ümumiyyətlə, sertifikasiya imtahanı müəllimlərin peşə bacarıqlarını, bir növ metodiki bacarıqlarını və fənn üzrə o bilikləri, bacarıqlarını, yəni səriştəliyini ölçən bir imtahandır. Və bu imtahan zamanı biz yəni müəllimin bir növ real məsələləri yoxlamağımız lazımdır. Bəzi mövzuların çox, məsələn, biz metodikadan insanlara nəyisə öyrədəndə hər şeyi öyrətməyə çalışırıq. Ümumiyyətlə, metodikadan sual tərtib edən insanlar, qərar verən şəxslər bu məsələləri çox diqqətlə bilməlidirlər ki, bizim atdığımız hər bir addım müəllimin fəaliyyətində necə təzahür edir? Yəni, sonuc olaraq müəllimin fəaliyyətində necə öz əksini tapır? Yəni, biz hansısa bir məsələləri çətinləşdirməkmi deyim, hansısa məsələlərin birdən-birə ağırlıq dərəcəsini artırmaqmı deyim? Bunu eləməklə bir şey qazanmırıq da. Yəni, biz, baxın, 2008-ci ildən kurikulum gələndə biz bir 10 günlük kurikulum kursları ilə insanların o metodikadan bir kurikulum adında bir cəncələ salmış oldu. Yəni, bu həmən dövrdə salınmış oldu ki, məsələn, 10 günlük kurslarla kurikulum keçildi və kurikulum nə olduğunu başa düşmədi müəllimlər. Təbii olaraq 10 gün ərzində müəllimə kurikulumu öyrətmək, yəni nə qədər mümkündür, bu da ayrı bir sual. Məsələ burasındadır ki, indi də bir növ o vaxt təkrarlanan səhvlərin bir növ başqa variantı indi təkrarlanmaq üzrədir. Ki, bunu məncə qərar verən şəxslər bu məsələdə bir balaca ehtiyatlı davranmalıdırlar. O mənada ki, biz müəllimdən istədiyimiz, yəni yoxladığımız bacarıqlar absurd, hal-hazırı üçün əl çatmayan bacarıqlar olmalı. Yəni, ümumiyyətlə, dəyişiklik mədəniyyəti deyə bir şey var da, Michael Fromm'un bundan bağlı Change of Culture deyə bir kitabı var. Ümumiyyətlə, dəyişiklik necə baş verməli? Biz birdən-birə hər şeyin ən çətinini soruşsaq, birdən-birə onu hansısa bir formada qeyri-real məsələləri bir növ tədrisə gətirmiş olsaq, o zaman bir uçurum yaratmış olar. Və təsəvvür edin, indi fənn üstü, fənn arası inteqrasiyanın nümunələrinə baxacaq. Görəcək ki, bu məktəbdə müəllimin reallaşdırmaq üçün hazırda bacarmadığı bir məsələ və hazırki durumdan çox uzaqdadır. Baxın, biz fənnlərarası, fənn üstü məsələlərinin bu qədər xırdalığına getmək, bu qədər çətinləşdirməkmi deyim, bu qədər hansısa bir formada bəzi hallarda anlaşılmaz, bəzi hallarda mübahisəli məsələlərə gətirilməsi ümumiyyətlə bizə lazımdır. Bu müəllimə lazımdır. Və da müəllimin hansı səriştəlliyini ölçür. Yəni, hər şey sinifdə şahid davranışı doğru idarə olundu da, müəllim sual-cavab prosesini doğru təşkil elədi də, müəllim sinifdə hər bir şeyi elədi də, fənn üstü inteqrasiya mı qaldı? Yəni, bu inteqrasiyanın növlərini bu qədər çətinləşdirmək mi qaldı? Bu doğru yanaşma deyil. Yəni, bizim, davamlı inkişaf lazımdır. Bunu heç kəs inkar eləmir, lazımdır. Amma bu davamlı inkişaf bir növ məsələləri zora soxacaq dərəcədə olmamalı, çətinə salacaq dərəcədə olmamalı. Qeyri-real məsələ, məsələn, biz bu nəyə gətirir çıxarır? Bu şəxsləri qoyduq kənara da, biz buna ölkə təhsil olaraq baxaq və görək ki, bizim bu cür yanaşmamız ümumən ölkədə müəllimlərin sinifdə metodika ilə bağlı fəaliyyətlərinə nə qədər doğru təsir, nə qədər düz təsir, nə qədər keyfiyyət, yəni son nəticədə müəllimin fəaliyyətində bu təzahürünü biz bunu görürük mü? Görürük.
Tamam. Biz birdən-birə müəllimdən 10 dənə bacarıq tələb eləsək, axı bunu bu dəqiqə götürəcək gücdə deyil. Çünki biz background-u bilirik də. Yəni biz keçmişi bilirik ki, müəllim metodiki bacarıqları nə qədər qayğı göstərilib və ya da vəziyyət hazırda nə yerdədir. Biz birdən-birə ona ağırlaşdırılmış dərəcədə nəyisə verməyimiz, yenə deyirəm, sırf çox vacib mövzular var ki, metodika ilə bağlı, sinifdə dərsin keçilməsi ilə bağlı, şagird davranışın idarə olunması, hansısa bir müəllim-şagird münasibəti ilə bağlı. Ən təməl məsələlər var ki, bizim orada axsaqlığımız var. Yəni orada yerində deyil məsələlər. Və yerində olmadığı müddətcə biz götürüb fənarası, fənüstü inteqrasiya kimi bir mövzunun çox kritik, çox incə fərqlərlə durub onu sınaqda müəllimlərdən soruşmağımız, bu, belə deyək də, qeyri-peşəkar yanaşır. Bu ölçmür. Həqiqətən müəllimin səriştəliyini ölçmür. Yenə lazım deyil demirəm, bunu doğru başa düşək. Nəzərə alsaq ki, oxuyub anlamada bizim sıxıntımız var, şey olaraq da yəni. Dediyimi doğru, yəni təkrar deyirəm. Heç kəs demir ki, inteqrasiya mövzusu ümumiyyətlə lazımsızdır və s. Bunu deyən yox, sadəcə bu dəqiqənin reallığı ilə, müəllimin real bacarıqları ilə, müəllimin səriştəllik dərəcəsi ilə soruşulan suallar arasında bir uyğunluq olmalı. Yəni biz o karvanın başında durun, o karvan o dəvəni ki dartırır, biz o karvanın başında durub dartmaqla deyil, axı bu karvan gələ bilmir. Biz ha uzundan tam ucuzluğa gedək, ha çıxaq gedək, o inşaat deyə gedək qabağa. Bəs arxada o gələn müəllimlər veriləni həzm edib tətbiq etməsi lazımdır ki, biz eləyək də, yəni inkişaf eləyək. Amma yox, biz bir ucdan tutaq gedək. Gedək, kifayət qədər metodika proqramı, bu dəqiqə kifayət qədər yəni yaxşı səviyyədədir. Onun müəllim həqiqətən sinifdə tətbiq edəsə, bugün biz metodikanın proqramına bir növ proqramına əlavələr mi deyim, proqramını dəyişmək mi deyim, yaxud da hansı bir formada sualların qoyuluşunda və yaxud hansı bir məzmunun dərinləşməsində bu dəqiqə getməməliyik. Niyə? Bu dəqiqə fokusumuz nəzəri olaraq qalxıb, səviyyəni qaldırmışıq, nəzəri olaraq. İndi praktik olaraq o nəzəriyyəni praktikaya gətirməyimiz lazımdır. Amma biz nəzəriyyəni praktikaya gətirməməklə, elə nəzəriyyənin başından tutub darta, hər il daha çətin, daha fərqli bir şeylər eləməklə biz bu ölkə olaraq çıxıb o yuxarıdan quş baxışı baxanda məsələyə doğru yanaşma deyil. Bu qeyri-peşəkarlıqdır. Ona görə bu məsələlərdə biz çox ehtiyatlı davranmalıyıq. Çox ehtiyatlı davranmalıyıq. Yəni metodika, yəni bilən bilir ki, çox adam bilməsə də bilən bilir ki, ölkə təhsilinin inkişafı metodikadan birbaşa asılıdır. Niyə? Çünki müəllimlik mən nəyi bilirəm, yox, mən necə öyrədəcəm? Mən müəllim olaraq çox şey bilə bilərəm, amma qarşımdakını öyrədə bilmirəmsə, mənim müəllimliyim bir şey, mənim o qədər biliyim heç bir şey yaramır. Yəni mənim müəllimliyim öyrədə bildiyim qədər. İndi mən buradan o öyrəndiyim məsələləri sinifdə tətbiq etməyə daha çox qayğı göstərməliyim. Nəinki o nəzəri tərəfdən elə artıra getmək. Ona görə metodikanın vacibliyini başa düşənlər başa düşüb, bilir və burada qərarlarda çox ehtiyatlı olmalıyıq. Həqiqətən biz sinif otağında inkişaf istəyiriksə, müəllimin sinif otağında belə deyək, öyrəndiyi nəzəri məsələləri tətbiqini istəyiriksə, bu dəqiqə bütün gücümüzü o nəzəri olaraq yaxşı vəziyyətdə olan metodikanın praktikadakı vəziyyətinə baxmalıyıq. Düzdür, bununla bağlı təhsil üstü işlər görür. Müasir metodist layihəsi var və digər məsələ. Bu yaxşı bir şey. Amma bir müddət bir nəfəs almaq lazımdır ki, müəllimlər o metodikadan öyrəndiklərini bir partiya sertifikatını keçib nəzəri olaraq bildiklərini sinifə daşısınlar, biz buna qayğı göstərək. Ondan sonra yenə də növbəti etaplara falan keçmək olar. Amma bu məsələdə çox ehtiyatlı davranmaqla, elə üstünə qoymaqla, axı biz bir tərəfdən, yenə deyirəm, raket kimi gedirik, arxada qalbaq, orada hələ təməl oxuyub anlama problemimiz var bizim. Ciddi, yəni bu heç kəsi bunu tənqid, aşağılamaq kimi heç kəs başa düşməsin. Bu real vəziyyətimizdə bizim sirr-bizim mətlə. Yəni bu real vəziyyətdir də. Bizim vəziyyətimiz budur. Bizim ciddi şəkildə oxuyub anlama problemimiz var. Amma bir tərəfdən biz inteqrasiyanın indi mən fənn üstünün də nümunələrini
göstərəcəm ki, hansı necə olur. Bu hər şey, məsələn, mən bu dəqiqə falan şeylə bağlı çox dərinliyi bilirəm. Axı dərinliyin hamısını demək olmur, çünki orada deyilik. Yəni həzm edən tərəf sənin verəcəyi həzm edəcək dərəcədə olmalıdır. Yoxsa mən bir ucdan verim o məlumatları dərinliyi öyrədim, amma qarşı tərəf bunu həzm edib sinifdə tətbiq eləməyəcəksə, o zaman demək mən dediyim də bir məna kəsb eləməyəcək. Tamam mı? İndi nəzərə alsaq ki, siz istənilən halda imtahana gedirsiniz, sertifikasiya imtahanına. Bu işin niyə tərəfi, mahiyyət tərəfi. Bir də indi gəldik imtahanda, siz sertifikasiya o imtahanındakı inteqrasiya ilə bağlı sualları necə cavablandırmaq lazımdır? Bu sualın cavabını indi onlara toxunaq, gələk, nümunələri göstərəcəm. Demək, ümumiyyətlə fənlər arası ilə fənn üstünün fərqlər bundan ibarətdir. Məqsəd odur ki, fənlər arasında iki və daha çox fənnin məzmun və bacarıqları əlaqələndirilsin. Yəni, burada ən azı iki və yaxud da daha çox fənn bir-birini əlaqələndirilsin. Amma fənn üstü inteqrasiyada real həyat problemləri ön plana çıxır. Yəni, bir var fənləri əlaqələndiririk, bir var problemi önə çıxardır. Yəni, fənn üstü inteqrasiyada bir real həyat problemlərini görməyimiz lazım. Bir bu. Sonra, fənnin funksiyası, fənlər arası inteqrasiyada fənlər bir-birinə əlaqəli olur. Yəni, fənləri əlaqələndirməyə köklənirik. Fənn üstü inteqrasiyada fənn arxa plandadır. Bizim əsas fokusumuz problemi həll eləməkdir. Yəni, bizə verilən problemi həll eləmək. Fənnə fokuslanmırıq, problemə fokuslanırıq. Fənlər arasında biz fənnə fokuslanırıq, fənn üstündə problemə fokuslanırıq. Sonra, müəllimin rolu. Birində fənlər arası inteqrasiyanı reallaşdırmaq üçün işini planlaşdırır, birində isə o şagirdin tədqiqat rəhbəri kimi şagirdə fasilitatordur, şagirdi yönəldir, şagirdi istiqamətləndirir, vasitəsidir bir növ. Yəni, sırf problemin həllində şagirdin köməkçisidir, dəstəkçisidir. Sonra şagirdin rolu. Müəyyən fənn bilikləri əlaqələndirilir, yəni yenə deyirəm, fənnə fokuslanılır, bu fəndən bu fənnin xüsusiyyətlərini birləşdirək. Amma demək, tədqiqat fənn üstü inteqrasiyada mərkəzə şagird tədqiqatçıdır və problemi özü araşdırır. Artıq o fənlər, o şagirdin problemi həll etməsi üçün o fənlərdə öyrəndiyi bacarıqlardan istifadə etməsi lazım. Tamam mı? Yəni, şagird bir növ problemi araşdırıb həll edən tərəf kimi çıxış edir. Yəni, biz dediyim kimi, fənlər arası inteqrasiyada biz fənlərin bir-biri ilə bağlılığına baxırıq. Məsələn, tarix mən ədəbiyyatın, fizika mən riyaziyyatın. Bu fənlər bir-biri ilə necə bağlıdır? Amma fənn üstü inteqrasiyada bir problem verilir. Fənlər arası o inteqrasiyada deyək ki, fənlərdən yol almırıq da. Biz problemin həllində o fənlərin bizə öyrətdiyi bacarıqların həyatda tətbiqindən yol alırıq. Təlim forması da interaktiv dərslər, mövzu əsaslı inteqrasiya kimi dərslər olur. Amma fənn üstü inteqrasiyada problem əsaslı öyrənmə, real həyat nümunələr. Yəni, bizim üçün problem əsaslı dediyim, bayaq dediyim məsələ, bizim üçün layihə əsaslı öyrənməni ki, müəllimlərə keçirik, proqramda var və s. Onların özü belə bu dəqiqə müəllimlər üçün çox. Yəni, layihə əsaslı öyrənmə əla bir şeydir. Layihə əsaslı öyrənmə dünyada inkişaf eləmiş ölkələrin iqtisadi inkişafının təməlini təşkil edir də, startuplar və s. Bunlar hamısı layihə əsaslı. Amma bugün müəllim sinifdə layihə əsaslı öyrənmə edə bilirmi? Biz bu dəqiqə ona fokuslanmalıyıq ki, necə edək ki, müəllim sinifdə layihə əsaslı öyrənməni eləsin. Hələ bugün sinifdə bizim yaşadığımız problem direktor, və yaxud da mavin, və yaxud da məktəb rəhbəri, metodist, məktəbə gələn kimsə müəllimdən soruşur ki, sən niyə o gündəlik illik planlaşmada o sırada olan, növbədə olan dərsi niyə keçməmişsən, o birisini keçmirsən? Bu təfəkkürdə yanaşma ilə layihə əsaslı öyrənmə necə tətbiq olunsun? Demək, bir şey baxmaq lazımdır məsələyə. Bir tərəfdən çəkirik məsələni yuxarı, bir tərəfdən yerlərdə real vəziyyət başqa cürdür. Biz çəkə-çəkə getməməliyik də. Bizim bu dəqiqə bütün işimiz, fikrimiz, zikrimiz, bütün işimiz əldə olan, var olan çox yaxşı nəzəri proqramla real vəziyyətdə, o sinifdə, o körpünü necə yarada bilərik?
mən ümid edirəm ki, Artinin müasir metodist layihəsi ki var, bunu burada çox açar rol oynayacaq. Buna çox böyük ümid edirəm. Yəni onlar artıq o nəzəri məsələlərin sinifə daşınmasında çox böyük bir rol, yəni əhəmiyyət olacaq burada, çox vacib bir iş olacaq. Amma indi buna zaman lazımdır. Bizim fokusumuz bu olmalıdır. Amma nəinki imtahanda elə biz deyək ki, unreal bir şeyləri, qeyri-real məsələləri belə istifadə etməyin. Yaxşı, biz daha dərindən baxaq görək. Fənn-üstü inteqrasiya ümumiyyətlə xüsusiyyətləri nələrdir? Biz nələri görsək buna fənn-üstü inteqrasiya edə bilərik. Bir real həyat problemi olmalı. Əgər sualda real həyat problemi varsa, yəni gündəlik həyatımızdan, aktual bir problemin həllindən danışırsa, o zaman fənn-üstü inteqrasiyanın xüsusiyyətidir deyə bilərik. Ki, fənlər arxa planda qalır, ön plana problemlər, hansı ki, həll olunmalı məsələlər önə çıxır. 3, mütləq şəkildə bir dəyərlərə əsaslanması lazımdır. Bir sosial məsuliyyətli, bir şagird fərd kimi, şəxs kimi, vətəndaş kimi problemin həllində maraqlı olmalıdır. Problemin həllində maraqlı olmalıdır və bir qatqı qatmalıdır. O problemi həll etməklə cəmiyyətdə bir sosial məsuliyyətliyini həyata keçirmiş olmalıdır. Bu 21-ci əsr bacarıqları və bu 20-ci əsr bacarıqları, sonra səriştələr, hansı ki, bunlar da fərqlərdə reallaşdırılmalıdır. Amma dediyim kimi, bu reallaşdırmanı o qədər incə, o qədər o axıcı, incitmədən, problem yaratmadan, tətbiqə yönəlməklə etməyimiz lazımdır ki, bir məna kəsb eləsin. Bir məna kəsb eləsin. Sonra gəldik 4, dedik bəyək, şəxsi vətəndaşlıq bu dəyərlərlə əlaqəlidir, mövqeyi tələb edir. Yəni biz mən bir problemi həll edəcəm fənn-üstü inteqrasiyada, o problemi həll etmək məndə həmçinin həm vətəndaş mövqeyi, həm bir cəmiyyətə töhfə, bir dəyərlərə sahib olduğumu göstərməsi lazımdır. Sonra təcrübəyə əsaslanır. Burada artıq bir problemin həlli, tətbiq, qərar vermə, bir müsahidə, bir proses var. Tamam, biz nəyisə problemi görürük, müşahidə edirik, onu həll edirik. Onu həll edən zamanda biz artıq fənlərə fokuslanmırıq, problemi həll edirik. Əslində, bunlar arasında çox incə fərq var və çox sadə fərqdir əslində. Çox sadə fərqdir, amma yenə deyirəm, mən burada bu əvvəlki dediyimi deməzdim də, yəni çıxardım fərqləri göstərərdim, deyərdim hə və salam. Amma axı fərqləri tapma, yenə biz nə öyrətmiş oluruq? Gedin testdə bunu tapın. Testdə tapdım, çox adamın da beynində, zehnində budur ki, testdə tapım, peki 51-i keçim, onunla da məsələ. Axı bizim dərdimiz bu deyil. Metodikanın inkişafı bunun üçün deyildi ki, biz götürək elə testdə düz yazaq. Metodikadakı inkişaf sonda nəticələnməlidir müəllimin sinifdəki fəaliyyəti ilə. Əgər bizim burada metodikadan dediklərimiz sinifdə öz əksini tapmışsa, o zaman bizim fəaliyyətimiz mənasız bir fəaliyyət. Çətindir bunu başa düşün. Mənim burada müəllimə dediyim məsələ ki, bu belə olmalıdır. Məsələn, müzakirə prosesi belə təşkil olmalıdır və bunun yollarını deyirik. Müəllim gedir sinifdə bunu etmirsə, o zaman mənim dediyimin mənası qalmır. Tamam mı? Sonra məktəbdən kənara çıxır. Yəni, artıq biz məktəblə, fənn-üstü inteqrasiyada məktəblə limitləşmirik, limitlendirmirik, biz onu məktəbdən kənara da çıxardırıq, o ictimai bir məsələ olur, və s. İndi gəldik biologiyadan düşən imtahan sualları və onun alternativi olan fənn-üstü inteqrasiyaya. Hələ ki, yəqin ki, suallarınız olsa, indi mən nümunələr göstərəndən sonra ola bilsin, bəlkə suallarınız yaranar. Tamam. Demək, sual belədir, sınağa düşən sizə sağlam qidalanma planı hazırlamaq tapşırılır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız, eyni zamanda şəxsin büdcəsini də nəzərə almalıdır. Məsələ burasındadır ki, burada məsələn, fənn-üstünə baxaq, fənn-üstünün nümunəsi belədir. Həkim diabet və yüksək təzyiqdən əziyyət çəkən 55 yaşlı insana duzsuz, şəkərsiz və balanslı qidalanma tövsiyə edir.
ailənin büdcəsinə uyğun, həm münasib, həm də sağlamlıq vəziyyətinə uyğun bir həftəlik plan hazırlayın. Sualın qoyuluşlarına diqqət edirsəz, burada sual şagirdə tapşırıq kimi verilir. İkincidə isə, nümunədə isə problem kimi verilir. Biz tapşırıq verilir ki, sizə sağlam qidalanma planı hazırlamaq tapşırılır, bunu nəzərə alın və s. Bu bizə bir tapşırıq kimi verilir. Amma biz onu bir problem kimi görməyik. Məni narahat edən məsələ də bayaqdan dediyim məsələlərin səbəbi də budur ki, nə birincini sınağa düşəni, nə də fənn üstünün nümunəsini bu dəqiqə uşaq hazırlayacaq vəziyyətdə deyil də. Yəni, heç bir Azərbaycan şagirdi durub sağlam qidalanma planı hazırlayıb şəxsin büdcəsini, sağlamlıq nəzərə alsın, bu vəziyyətdə deyil. Bunu biz ona öyrətmirik. Bunu öyrətmədiyimiz şeyi soruşmaqda cəmaatı sıxıntıya salır. Olmaz. Demək, birincidə biz tapşırıq kimi veririk ki, sağlam qidalanma planı hazırla. İkincidə biz onu problem kimi veririk. Başqa bir nümunədə də, məsələn, ailə üzvlərinizdən biri tez-tez xəstələnir, bir problem. Bu şəxsin immun sisteminə təsir edən amilləri istəyir, bu qida analiz edin və onun üçün bioloji əsaslandırılmış rejim təyin edin. Yəni, hər iki sualda, nümunələrdə, həkim diabet və yüksək təzyiqdən əziyyət çəkən 55 yaşlı insana plan tövsiyə edib. Siz də ailə büdcəsinə həm uyğun, həm münasib, həm də sağlamlıq vəziyyətinə uyğun bir həftəlik plan. Yəni, bizə bir problem verilir, deyir, bu problem həll olur. Sualın qoyuluşu problem şəklində. Mahiyyət etibarı ilə sualın, sınaq sualı ilə bunlar arasında, fənn üstünün nümunələr arasında heç bir fərq yox. Mahiyyət olaraq fərq yox. İkisi də yəni, çox ciddi bir fərq yoxdur da. Sadəcə biz sualın qoyuluşuna baxacaq ki, sualın qoyuluşunda birincidə sınaq nümunəsində biz sadəcə tapşırıq kimi verilir, sağlam qidalanma planı hazırla deyə tapşırıq verilir. Fənn üstü inteqrasiyada onun qarşısında problem kimi qoyulur. Tamam mı? Eyni şey problem kimi qoyulur. Yəni, ən vacib, ən təməl fərq bundan ibarət. Yəni, bir şagirdə hansısa bir tapşırıq veririk, müəllim deyir, bunu elə, bunu elə, bunu elə, bunu elə. Bir də var, deyirik ki, belə bir problem verilir, bu problemi həll et. Məsələn, burada uşaq ailə üzvlərindən bir tez-tez xəstələnir. Bu uşaq bu problemi həll eləməlidir. Necə həll eləyir? Demək, immun sisteminə təsir edən amillər, bu qidalanırmı vaxtında, mövsüm meyvələr yeyirmi, yuxu yatırmı, stres varmı, yoxmu? Bütün bunların hamısını nə bilim, ölçür, biçir, neynir, təhlil edir və sonunda bioloji bir əsaslandırılmış rejim təyin edir. Bir cədvəl plan hazırlayır və s. və s. Yəni, fənn üstü inteqrasiya nümunələrdə bir problem verilir, biz o problemi həll etməliyik, amma sınaq sualındakılar ola problem şəklində verilmir. Ona görə fənlər arası götürülür. İndi gələk fizikaya. Siz evdə suyu elektrik çaydanda bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerjisinin sərfiyyatını və bunun ailə büdcəsinə qədər təsir etdiyini müəyyənləşdirin. Tapşırıq kimi verilir. Tamam mı? Siz evdə suyu elektrik çaydanda bir neçə dəfə qaynadırsınız, tapşırıq verir. Deyir ki, məsələn, qaynadırsan gün ərzində elektrik enerjisinin sərfiyyatının büdcəyə qədər təsir. Bu bir tapşırıq. İndi bunu gəlib problemə çevirir. Son zamanlar elektrik enerjisi xərclərinizin artdığını görürsünüz. Görürsünüz ki, İşıq pulu gəlir, məsəl üçün 55 manat, 60 manat. Bu bir problem. Evin elektrik xərci niyə artır? Tamam mı? Bir problem şəklində təqdim olunur. Səbəbləri araşdırır, gündəlik və aylıq enerji sərfiyyatını hesablamaqla ümumi büdcəyə nə qədər yük yaratdığını müəyyən edirik. Yəni, aylıq nə qədər, nələr yük yaradır, səbəbləri araşdırır. Bütünümü çox istifadə edirik, yoxsa yeni evə elektrik çaydanma almışıq, ondan sonra bu hala gəlir. Səbəbləri araşdırırıq və ümumi büdcəyə nə qədər yük yaratdığını müəyyən edirik və daha qənaətli istifadə yolları təklif edirik. Birinci tapşırıqda, fərqə bir dənə özünüzlə baxın, birinci tapşırıqda biz birinci nümunədə tapşırıq kimi görürük, ikinci nümunədə problem kimi, fənn üstü problem kimi görürük. Tamam mı? İkinci nümunədə. Yəni, bir evin elektrik xərci artıb, mən bu problemi həll etməliyim. İkinci, yaşadığınız kənddə su quyusundan evlərə suyu təmin edən elektrik enerjisi, o nasoslar ki olur, tez-tez sıradan çıxır. Tamam, əvvəllər bizim kənddə belə hallar çox olardı. Deyək ki, nasos xarab olub, suvarma eləyə bilmirlər, əkini suvara bilmirlər. Sakinlər bunun səbəbini anlamırlar və yeni nasos almaq da əlavə xərc yaradır. Problemi necə həll etmək olar?
uşaq baxmalıdır ora gələn elektrik enerjisinin gücünə, motorun üçün tələb olunan elektrik enerjisinin gücünə, uyğunlaşıb baxmalıdır. Sonra nə bilim, nə qədər davamlı işləyir, fasilə ilə işləyir, o təzyiq altında işləyir və s. Bütün bəlkə su yoxdur, suyu çəkməyə boşu-boşuna mı işləyir? Bütün bunların hamısını nəzərə alıb, onunla bağlı bir problemi necə həll etmək olar, onunla bağlı bir həll yolu irəli sürür. Bu bir kəndin problemi, bir sosial bir değer var burada, bir problem həll etmə var. Tamam mı? Yəni sualın qoyuluşundakı o incə nüansı görürsünüzsə, birincidə sual tapşırıq kimi verilir. İkincidə isə, nümunələrdə isə demək problem şəklində təqdim olunur bizə. Gəldi informatikaya. İnformatikadan da demək 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. İnformatika günü tədbirinin informatika müəlliminin işidir, yoxsa yox, o da ayrı bir məsələ. Tədbir üçün sizə 150 AZM büdcə ayrılıb, siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150-dən çox olmasın. Bu bir tapşırıqdır. Yəni, biz bu günü keçirdədik, büdcə ayrılıb, deyək ki, büdcəni planlamalısınız və s. Biz bunu eləyəndə informatika ilə riyaziyyatın bir növ inteqrasiyasını etmiş olacaq. Gəldi bunun probleminə. Məktəbinizdə kompüterlərin çoxsu sıradan çıxıb. Siz lazım olduqda bu kompüterlərdən istifadə edə bilmirsiniz. Məktəbin kompüterləri sıradan çıxıb, istifadə edə bilmirsiniz. Müəllim layihə işi verir, edə bilmirsiniz. Sonra hansısa bir informatika dərs ki, yəni ümumiyyətlə bir səbəb üçün, məqsəd üçün bunu istifadə edə bilmirsiniz. Sinif yoldaşlarınızın rəqəmsal bərdiklərini analiz etmək üçün onlayn anonim sorğu hazırlayın. Aldığınız nəticələrə əsaslanaraq məktəbdə texnologiyadan istifadə davranışlarını dəyərləndirin. Bu nəticələrə əsasən texnologiyadan düzgün istifadə ilə bağlı təqdimat və maarifləndirici broşur hazır. Yəni bir problemimiz var burada. Problem nədir? Məktəbin kompüterləri sıradan çıxıb. Və bu sıradan çıxan kompüter, bu problemi həll etmək üçün şagird başlayır, biz xoşbəxt olaraq bizim belə şahidlərimiz olsa, yəni bu şahidlər ana bətnində bunu öyrənmirlər, bunu məktəb eləməsi lazımdır. Narahat edən məqam da odur ki, biz elə fənn üstü inteqrasiyanı deyirik də, bunu insanlara öyrətmək asandır. 2 vur 2, bu seminardan sonra yəni hər kəs həqiqətən deyiləni başa düşürsə, gedib fənlər arasında fənn üstünü də yaza biləcək. Məsələ o deyil, məsələ reallıqdakı tətbiq məsələsi. Sonra başqa bir problem. Məktəbdə bəzi şagirdlər sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşıraq, xoşagəlməz hallarla qarşılaşırlar. Yəni, məktəbin bəzi şagirdləri sosial şəbəkədə problem yaşayırlar. Kiber təhlükəsizlik məsələ. İnformasiya təhlükəsizliyi və rəqəmsal etik qaydalar haqqında məlumat toplayır. Kiber təhlükəsizliyi barədə təqdimat və maarifləndirici flyer hazırlayıb yoldaşları ilə paylaşır. Bu bir problem. Sinifimizdəki bəzi şagirdlərin sosial şəbəkədən istifadə bacarıqları zəifdir, nəyi necə paylaşır bilmirlər və bu problem yaradır. Bullying halına gətirə bilir, başqa problemlər yarada bilir. Bunu həll etmək üçün bu problem, biri var bizə tapşırıq verilir ki, informatika günü keçiriləcək. Tədbir üçün falan qədər pul ayrılıb, get bunun büdcəsini hesabla. Bu tapşırıq verilir, mən gedib bunun tapşırığını hesablayıram. Tamam mı? Bir də var bizə sual. Real həyatda həll olmalı problem kimi verir. Yəni, məsələn, birinci, ikinci sualın qoyuluşu ilə o sınaq sualının qoyuluşundakı fərqi müşahidə edə bilirsinizmi? Sualın qoyuluşundan söhbət edir. Yəni, biri problem şəklində, bu yəni fənn üstü nümunələr problem şəklində verilir, amma sınaq sualı isə bizə tapşırıq şəklində verilir. Gəldik, demək, coğrafiya. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdır. Daha sonra bu yaşayış məskənini 3D modeli aləti və interaktiv təqdimat vasitəsilə təqdim etməlidirlər və bu yaşayış forması iqlim dəyişiklinə qarşı dayanıqlığını əsaslandırmaq. Yer gəlmişkən bunu bizim müəllimlər dedi, düz mənim baxmağa belə vaxtım olmadı. Bizim müəllimlər dedi ki, burada fənn daxilinin də elementləri var. Halbuki o da gözdən qaçıb, heç müzakirə olunmuyor. Fənn daxilinin də elementləri var dedilər. Amma mən bunu əminliklə deyə bilirəm, çünki özüm də baxmamışam. Yəni, biz onu belə bir geniş tərkiblə müzakirə etməmişik.
Ama buna da bir fən daxili yönündən də, yəni bu dəqiqə fokusumuz fənlərarası, fənüstü olub, fən daxilini biz şey eləməməliyik də, göz ardı etməməliyik. Tamam mı? İmtahandır, hər şey olar. Ona görə fən daxilindən də baxmaq lazımdır. Demək, qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırırlar, bir tapşırıq verir. Bunu araşdırırlar, həmin iqlimdə yaşayan insanların yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalılar və s. İndi biz bunu problem şəklində verək. Planetimizin şirin su ehtiyatı baxımından problemlərlə planetimiz şirin su ehtiyatı ilə bağlı problemlərlə üz-üzədir. Bu bizim problemimiz. Həqiqətən planetimiz şirin su ehtiyatı problemindən üz-üzədir. Bu sahədə istehlakın kəskin azalması lazımdır. Planetimizin gələcəyini necə qorumaq olar? Bu problem və biz problemi həll edirik. Bu problemi həll edəndə fərqli fənlərin bizə verdiyi bacarıq, bu bacarıqdan da ötürü. Bu problemin həlli bizdə bir sosial məsuliyyət, bir nə bilim dəyərlər, bu artıq fənni aşır. Bu problemi, bu məsələni eləmək, məsələn burada sınaq sualında tapşırıq etmək üçün biz fənlər arasında əlaqə qurmağımız lazım. Tamam mı? O fənlərdəki o bacarıqları, bilikləri birləşdirib həll etməyimiz lazım. Amma fənüstü inteqrasiya nümunələrində isə biz problemi həll etməliyik. Hansı ki, o problem daha biraz həyati problemdir, daha köklü problemdir, fənləri axır, daha biraz belə deyil, həyatla ciddi şəkildə bağı olan bir problemdir. Sonra yaşadığınız şəhərdə iqlim dəyişikliyi nəticəsində son illərdə hava şəraitində ciddi dəyişikliklər baş verir. Məsələn, götürək indi neçə vaxtdır may ayı ilə iyun, indi bu gün özündə sərin idi. May ayı ərzində temperatur həmişəkindən daha belə küləkli, yağışsız. Tamam, bu iqlim son illər bunu müşahidə etməmişdi. Bu niyə baş verir? Preventiv tədbirlər gör və yenilənmiş şəhər layihəsi hazırlayın. Yəni bu demək istədiyim, bunu yazdıq, tapdıq yazdıq. Amma bizim heç bir şagirdimiz axı dediyim kimi bununla bağlı biz axı coğrafiyanı sinifdə ancaq belə çox az müəllim var ki, bunu həyati bacarıqlarla bağlayır da. Yəni bu dəqiqə biz daha çox dimin imtahanına köklənmişik. Əsas bizim sualımızda bu olmalı ki, biz niyə dimin imtahanının formatından çıxardıb fənni həyati bacarıqlara bağlamamız üçün neyniyə bilərik? Düşünməyimiz, yəni bizim düşüncəmiz bu istiqamətdə olmalı. Tamam mı? Yəni bu suallar hazırda arzu edirik ki, nə vaxtsa şagirdlərimiz və müəllimlərimiz bunu reallaşdıracaq, formalaşdıracaq vəziyyətdə olsunlar. Amma bu dəqiqə üçün bunu istəmək bir balaca, elə bilin, 20 il sonra istəyəcəyimizi indi istəyirik də belə. Yəni istəmək olar, biz deyərik tələb arta bilər. Amma bu tələb artımı öz nəticəsini verməlidir. Vermir yəni. Bugün biz oxuyub anlama problemini yaşayırıq. Yəni bu təməl həyatı bacarıqdır. Bunu yaşadığımız halda biz daha neyse, gəldik nəyə? Bunu dedik, coğrafiyanı dedik. Burada mən bunu dəyişim. Kimya fənninin xüsusiyyətləridir. Demək, sınaq sualı, təsəvvür edin, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı iyi tərkibi ilə bağlı şikayət daxil olur. Sizin öhdəliyiniz nədir? 3 fərqli su mənbəyindən götürüb, onların tərkibi, dozluğu, bulanıq dərəcəsini ölçməklə iddianın doğru olmadığı müəyyənləşdirməkdən ibarətdir. Datalar toplanmalı, cədvəl hazırlanmalı və sizə düşməkdəsiniz. İndi burada nədir? Bunun nümunəsi nədir? Fənüstü nümunəsi. Su anbarından gələn içməli suyun son vaxtlar dadı dəyişir və bulanıq görünür. Sualın tərkibində çox fövqəladə dərəcədə fərq yoxdur. Amma qoyuluşunda fərq var. Yəni biri var biz tapşırığı yerinə yetiririk, biri var bizə o həll olunmalı problem kimi təqdim olunur. Su anbarından gələn içməli suyun son vaxtlar dadı və bulanıq dadı dəyişir, bulanıq görünür. Bu bizim problemimiz. Bəzi ailələrdə mədə bağırsaq pozunluqları, çaydanda daşlaşma kimi hallar müşahidə olunur. Şair bu suyun içməli su kimi istifadə uyğun olmadığını müəyyənləşdirib nəticəni əsaslandırılmış şəkildə təqdim edir. Yəni,
fərqi hiss edirsinizsə, birində tapşırıq kimi verilir, birində problem kimi verilir. Real, həll olunmalı, həyati, fənləri aşan, fənnin arxa planda qaldığı, adı üstündə fənn üstü, fənnin daha bir üstündən. Biz bunu bu dərinliyi ilə müəllimlərə öyrətmirdik. Niyə bu dərinliyi ilə öyrətmirdik? Düzdür, bizim kitabda 2 dənə bundan bağlı nümunə var, amma vəsaitdə. Amma biz bunun çox dərinliyinə getmirdik. Niyə getmirdik? Çünki bunun vacib olduğunu, bu dəqiqə üçün vacib olduğunu düşündük. Amma madam ki, sınağa, imtahana belə bir şey düşür, narahat edən tərəf bunu öyrətmək deyil. 2 dəqiqə, yəni yarım saatlıq seminarla, webinarla hər kəsə bunu izah etmək olur. Burada bir sıxıntı yox. O, insanların öyrənə bilməyəcəyi bir şey deyil. Sadəcə sinifdə tətbiqi məsələsi. Sonra ikinci bir problem, son vaxtlar dərinizdə səpkilər müşahidə olunur. Bunun səbəbini araşdırın və həll yolları düşünün. Yəni, uşaq bunu biz daha biraz açıqlamadan vermişik ki, sizə belə uzun açıqlayıcı da düşsə biləsiniz söhbətənə gedir, qısa da düşsə biləsiniz söhbətənə gedir. Yəni, burada 1 ilə 2-nin, birinin uzun, birinin qısa olmasının fərqini ona görə qoymuşuq ki, imtahanda sizə uzun da düşsə cavab yaza biləsiniz, qısa da düşsə biləsiniz söhbət problemin həllinə gedir. Son vaxtlar dərinizdə səpkilər müşahidə olunur. Nə edəcəyik? İstifadə etdiyimiz yuyucu tozuna baxacaq, nə bilim, qidamıza baxacaq, ünsiyyətli olduğumuz ki, kimlə görüşmüşük və s. ondan mı keçib, kimi bir şeylər araşdıracaq və həll yolları nədir? Onu axtarıb tapacaq ki, bu bir həyati problemdir. Tamam mı? Belə, hörmətli müəllimlər, nümunələr bunlardır. İndi ümid edirəm, hər hansı fənn olur olsun, fərq eləmir, hansı fənn olur olsun, sualın qoyuluşuna diqqət yetirir. Sualın qoyuluşu tapşırıq şəklində fənlərin bacarıqlarından yol alıb, o fənləri birləşdirib tapşırığımı həll edəcəm. Yoxsa mənə daha fənnin aşan, fənnin daha belə üstündə olan bir real həyatı problemi veriləcək. Mən o problemi həll edəndə o fənnin bacarıqlarının falan istifadə edəcəm öz-özlüyündə. Amma o problemi həll edəndə mən bir sosial məsuliyyətli, yəni bu fənn aşırıda bir həyatı badlı, bir dəyərlər, tamam mı? Formalaşmış olur və bu daha vacib, həyati bir növ, başqa bir ifadə ilə qlobal desək, yəni dünya anlamında yox, yəni fənnin öz həyatımıza daşıdığımız anlamında olur fənn üstü inteqrasiya. Tamam mı? Belə, hörmətli müəllimlər, ümid edirəm faydalı olduğu, yəni mübahisəli məsələlər var. Yəni, məsələn, kimya ilə coğrafiyanın öz sınaq suallarının belə fənn üstü inteqrasiyaya müəyyən qədər getdiyi ilə bağlı mübahisə etmək olar. Sualın qoyuluşu kifayət qədər fənlər arası, fənn üstünə yox da fənlər arasına gedib getməməyi ilə bağlı mübahisə etmək olar. Sadəcə bu dəqiqə mənası yoxdur mübahisə etməyin. Bu sizə heç bir şey verməyəcək ona görə. Amma dediyim kimi, biz sınağa nə sual salırıqsa, imtahana nə sual salırıqsa, hər halda metodikadan yəni heç kəs geri zəkalı deyil, heç kəs nədənsə məlumatsız da deyil. Yəni metodikadan yəni ölkədə sayı az olsa da metodikadan başı çıxan, gəlişini, gedişini bilən insanlar var. Ona görə bir zəhmət sual yazanlar da özlərinə çəki düzən versinlər ki, bu sual elə qarşıma kimi gəldi, necə gəldi sual yazıb cəmaatı belə də birinci vəziyyətə qoymaq şey deyil, doğru deyil. Yəni hər şeyin bir həddi var da, olmaz belə. Yəni heç kəs inteqrasiyadan sual salmayan və s. deyil. Sadəcə bunun reallıqla belə deyək də uzlaşması məsələsi var və bu hər dəfə belə bir şeylərin olması heç bir xoş bir şey deyil. Ümid edirəm ki, bu dediyim məsələ, Artinin müasir metodist layihəsi kifayət qədər bu narahat olduğumuz məsələ, nəzəri məsələ ilə praktik məsələlər arasında o körpünü yaradacağına mən inanıram. Belə, yəni suallarda da bəzi məsələlərə diqqət yetirilsə, məncə bu formada geçsək, bir neçə ilə metodikadan kifayət qədər. Mən öz təcrübəmdən deyirəm, bizlə hazırlaşan deməyək, nəsə biraz doğru anlaşılmaz da, müəllimlər var ki,
Bu elə sertifikasiyanın nəticəsində bir xeyli müəllim var ki, öz təcrübələrində ciddi şəkildə irəliləyişlər əldə edir. Söhbət sinifdə tətbiqdən gedir. Topladığımız balı qoyduq kənara. Yəni sertifikasiyadan neçə bal toplayacaq, bu ayrı bir məsələ. Bu da ayrı bir dərdimizdir də, mövzusu ayrıdır. Məsələ bal deyil. Məsələ müəllimin öz peşəsi ilə bağlı bir öz güvəninin yaranması məqsəd, yəni belə deyim, məqsədinə təhsildə bayağı bir irəliləyiş var. Yəni müəllim artıq daha özgüvənlidir. Bilir ki, mən nəyi düz edirəm, nəyi səhv edirəm. Əvvəllər deyək ki, düz eləyirdi, amma düz elədiyini bilmirdi. Bir növ qorxa-qorxa qalırdı ki, mən düzüm edirəm, gələrlər səhvdir. İndi artıq düzünü bilir. Deyir ki, mən bunu düz eləyirəm, bəli, oxumuşam, öyrənmişəm, sual vermişəm, başa düşmüşəm, sorğulamışam, mənə izah olunub. Mən anlamışam, mən artıq doğru elədiyimin fərqindəyəm. Bizə nə lazımdır? Bizə müəllimin doğru etməsi lazım deyil. Uşağın öyrənməsi lazım deyil. Vəssalam da. Və sertifikasiya prosesi bu anlamda çox yaxşı şəkildə müəllimlərin peşəkarlığına təsir edib. Çox yaxşı şəkildə. Bunu ən azından mən əhatəmizdə olan müəllimlərlə müzakirələrdən görürüm. Tamam mı? Proses ağır gedə bilər, ləng gedə bilər, heç getməməkdən ki, daha yaxşıdır. Amma bir tərəfdən, bu belə olduğu halda bir tərəfdən hansısa bir mövzuda bir incə bir məqamı qoymaqla biz nə istəyirik? Sual odur. Biz nə istəyirik? İstəyimiz nədir? Tamam da, yəni biz dəstək yerlərdə dəstək verməliyik ki, müəllim sinifdə o öyrəndiklərini tətbiq eləsin. Dəstək verə bilmirik, o başqa məsələ. Amma bunu belə olmalı. Yəni bizim burada çox yaxşı nəzəri bir proqramımız var metodikada. Bunun tətbiqinə diqqət yetirməyimiz lazım. Nəinki orada hansı bir formada fərqli suallar. Və buradan məqamı gəlmişkən, hörmətli müəllimlər, bugün bu sertifikasiya imtahanında buradan səslənirəm hər bir şəxsə, həm müəllimlərə, həm məktəb rəhbərlərinə. Məktəbdə müəllimlərin sertifikasiya ballarını müzakirə etməyin. Bu mədəniyyəti ümumiyyətlə tənzimləmək lazımdır. Məktəb rəhbərliyi məktəbdə bir növ dəyərlər yaradıb, qayda qoysun ki, müəllimlər otağında, məktəbdə, nə məktəb rəhbərinin özü o balları paylaşmasın. Bu konfidensial bir şey. İnsanın imtahandan topladığı bal onun alt paltarı qədər məhrəmidir. Tamam mı? Biz onu kimlənsə paylaşmamalıyıq. Yəni, neçə bal toplayıbsa özünə görə, 60 bal da toplayıbsa özünə görə. Özü paylaşar, özü deyər, bu ayrı bir şey. Bizim ondan işimiz yoxdur. Amma bizim onun o ictimai şəkildə hansısa bir məktəb qrupuna atmaq, hansısa bir formada ictimailəşdirmək, pedaqoji şurada müzakirə etmək. Bu, başa düşək, bizim təhsilin inkişafı müəllimin çiynindədir. Biz müəllimə hər məqamda sosial-emosional dəstək verməyimiz lazımdır. Amma biz onları zədələyəndə, onlar da eyni formada bizə geri dönüş edir və eyni formada şagirdə geri dönüş edir. Ona görə hər kəs, müəllim də öz işinin məsuliyyətini başa düşməlidir və müəllimlər özləri müəllimlər otağında digər müəllimləri müzakirə etməməlidir topladığı balı və kimsə də görəndə ki, filan kəs balı müzakirə edir, demək lazımdır ki, bu olmaz, bu etik deyil. Bunu deməkdən də çəkinməyin. Bir müəllim digər müəllimə də iradını bildirsin ki, filan kəsin balını müzakirə etmək etik deyil. Bu, onun özünə görə. Sənə nə? Adama deyərlər, sənə nə? Sən işin gücün yoxdur, dur, başqasının balını müzakirə edirsən. Filan kəs belə bal toplayır. Tamam mı? Ona görə bu mədəniyyətə də bir çəki düzən vermək lazım. Hər nə olur, başa düşürsünüz, biz ölkə olaraq təhsilimizi biz inkişaf elətdirməsək, heç kəs inkişaf elətdirməyəcək. Bunu başa düşmək lazım. Biz hər birimiz, məktəbdə müəllimi, məktəb rəhbəri, təhsil mütəxəssisi varsa, təhsil mütəxəssisi, universitet müəllimi oradan, məmur buradan, hər kəs öz sahəsində doğru, dürüst, öz işini bacardığı qədər düzgün yerinə yetirsə, o zaman biz daha da inkişaf edə bilərik. Ona görə bu məsələlərdə hər kəsin özünə çəki düzən verməsi lazımdır. Hörmətli müəllimlər, hörmətli izləyicilər, bugün Milli Qurtuluş günüdür. Hər birinizin bayramı mübarək. Dövlətimizin, müstəqilliyimiz, dövlətimiz daim olsun, həmişə var olsun, həmişə o pis hadisələrdən, pis məsələlərdən həmişə uzaq olaq, həmişə firavanlıq içərisində olaq və bir-birimizlə həmişə mehriban olaq. Bir-birimizə düşmən kəsilməyək. Biz mənəvi olaraq, mədəni olaraq nə qədər insanlar bir-birinə dayaq olsalar, ki, bunun dünyada çox yaxşı nümunələri var.
İnsanlar bir-birindən pisi görmək yox, bir-birində çatışmayanı görmək yox, bir-birində xoş şeyləri görməklə ətrafını, özünün və ətrafının həyatını daha xoşbəxt etmiş olurlar. Hər birinizə xoşbəxtlik arzu edirəm. Çox sağ olun, görüşərik.